Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. BAME-yanın müxbir üzvü professor Məsumə Məmmədova tədbiri giriş sözü ilə açaraq elmi seminarın institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Sxostatın texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsinə həsr olunduğunu qeyd edib. Sonra Lyudmila Sxostat kiberfiziki sistemlərin kiberdayanıqlığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi mövzusunda dissertasiya işini təqdim edərək tədqiqatın məqsədinin kiber hücumların və sistem nasazlıqlarının aşkarlanması ilə böyük verilənlərin intellektual təhlili əsasında kiberfiziki sistemlərin kiberdayanıqlığın və informasiya təhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi olduğunu bildirib. Məruzəçi dissertasiya işinin aktuallığı barədə məlumat verərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kiber təhlükəsizliyə dair 2023-2027-ci illər üçün strategiyada və digər rəsmi sənədlərdə müxtəlif sahələrin kritik infrastrukturunun kiber təhlükəsizliyinin təmin edilməsi məsələsinin öz əksini tapması, o cümlədən kiberfiziki sistemlərin insan fəaliyyətinin müxtəlif sahələrində geniş istifadə olunması, bu sistemlərin informasiya və əməliyyat texnologiyalarına inteqrasiyası, kiberfiziki sistemlərin strukturunun mürəkkəbliyi və sair tədqiqat işinin aktuallığına şərtləndirən əsas amillərdəndir. Lyudmila Sxostat dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün bir neçə məsələyə baxıldığını bildirib. Məruzəçinin sözlərinə görə dissertasiya işi çərçivəsində kiberfiziki sistemlərin kiberdayanıqlığın müasir vəziyyətinin analizi və problemləri müəyyənləşdirilmiş, sistemin kiberdayanıqlığını təmin etmək üçün konseptual model təklif edilmişdir. İddiaçının məruzəsindən sonra dissertasiya işinə dair təyin olunan rəyçilər texnika elmləri doktoru professor Ramin Rzayev, texnika elmləri doktoru dosent Şəhla Hüseynzadə və texnika üzrə fəlsəfə doktoru dosent Nigar İsmailova çıxış edərək dissertasiya işində əsaslı tədqiqatların aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu bildiriblər. Tədqiqatın elmi yeniliyini və praktik əhəmiyyətini qeyd ediblər. Daha sonra dissertasiya işi üzrə elmi məsləhətçi AMİA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev çıxış edib. Alim kiberfiziki sistemlərin təhlükəsizliyinin təmin edilməsi, kiberfiziki infrastrukturun kiberdayanıqlığın qiymətləndirilməsi məsələlərinin müasir dövrdə böyük aktuallıq kəsb etdiyini bildirib. Dissertasiya işi çərçivəsində əldə olunan nəticələri yüksək qiymətləndirib. Akademik Rasim Əliquliyev kiberfiziki sistemlərin kritikliyini nəzərə alaraq bu sistemlərin təhlükəsizliyi və kiberdayanıqlığı problemlərinin həlli baxımından tədqiqat işinin əhəmiyyətini vurğulayıb, dissertasiya işinin müdafiəyə təqdim olunmasını tövsiyə edib. Daha sonra dissertasiya işi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. İddiaçı AMİA-nın müxbir üzvü texnika elmləri doktoru professor Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktoru dosent Rəşid Ələkbərov, texnika elmləri doktoru dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktoru dosent Tofiq Kazımov, texnika üzrə fəlsəfə doktoru dosent Ramiz Şıxəliyev, texnika üzrə fəlsəfə doktoru dosent Şəfəqət Mahmudova, texnika üzrə fəlsəfə doktoru dosent Fərqanə Abdullayeva, texnika üzrə fəlsəfə doktoru Gülnara Nəbibəyova, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev, institutun baş mütəxəssisi Oqtay Ərikbərov və digərlərinin onu ünvanladığı sualları cavablandırıb. Sonda irad, təklif və tövsiyələr nəzərə alınmaqla dissertasiya işinin növbəti mərhələyə təqdim olunması ilə bağlı qərar qəbul edilib. Sümbül Zalova, Ceyhun Şahverdiyev, Şahin Rəsulov, Info TV.